Sakaşvili gedəndən yollar bu gündədir. Gəlirmir, gedirmir. Mənim anamın 75 yaşı var. Aldığı pensiya Eşək çıxmır, taksi ilə aparıb gətiririk. Hər gün uşaq bir qat paltardan çıxır. Biz daha dolanış da çətindir. O boyda paraşok, o boyda su, işıq gedir. Bu boyda olmur axırı əziyyət vermək insanlara. Marniuli şəhərinin Tbilisi və Lermontov küçələrinin sakinləri yolun bərbad vəziyyət və içmə su problemi ilə bağlı narahatlıqlarını bildirirlər. Onların sözlərinə görə bu problemlər uzun illərdir davam edir və dəfələrlə həll olunacağı vəd edilsə də hələ də nəticə yoxdur. Hər şey də düzəlməli idi, hər şey də demişlər, xalqa hər şey umut vermişlər. Amma bizim də çox bir şey istəmirik ki, biz demirik gəlsinlər bizə öylər tiksinləndən nəsə də bizim yolumuzu düzəltsinlər. Bütün kəndlər, Borçalı regionun kəndlərində hamı da bilir, çox gözəl. Gəlib kəndi xalqı bizə gülür. Biz Marniolda yaşaya-yaşaya kəndi xalqı bizə gülür ki, siz nə vəziyyətdə yaşayırsınız? Yəni hamı deyir gəlib düzələcək. Bax, o tərəfləri çəkilər, pis vəziyyətdə qazıyırlar, eləcə snörtöylər gənə qırılır. Altını yetərincə düzəltmirlər, nətər lazımdır. Yekə maşın keçəndə gənə qırılır. 2 həftədən sonra gənə qırılır. Ayağına salaban geyindirir, elə gedir. Gətirən anası yıxıldı. Palçığa bələndi, yeriyəmir də, nə boyda dibinə gedirsə onu genə ayağı suçur. Uşağı qonşu aparır, belə yaşamaq olmaz. Hası zamanadır, hası döyürdü. Sumuz dağılır, yaxşı fərli su verilmir. Eşəklər həftənlə ayla qalır elə. Ona da su partlayır, su dolur, qorxur, uşağımız içinə düşər, boğular. Sonra nə olar? Hələ bax belədir. Ora düzəlmir. Yox, hələ düzəlmir. Bəlkə də yarım aydır eşilir. Orayı da gəlib baxan yoxdur. Təzə ili niyə çəkilir? Nə su qoşulur, nə sumuz gəlir. Yay olanda sapsem sumuz olmur. Suya həsrətik. Məsələ ilə bağlı Gürcüstan Birləşmiş Su Təchizatı şirkətinin Marniuli xidmət mərkəzinə müraciət etdik. Qurumdan verilən məlumata görə Tbilisi və Lermontov küçələri ilə bağlı su problemi barədə onlara rəsmi müraciət daxil olmayıb. Yalnız Lermontov küçəsində texniki nasazlıq yaranıb və bu istiqamətdə artıq təmir işləri aparılır. Bildirilib ki, işlər axşam saat 19:00-a qədər başa çatdırılacaq və bundan sonra suyun verilməsi adi rejimdə davam edəcək. Mən pomaşla dolanıram. Pomaşla. Mən valla uca bezmişəm. Uşaq hər gün bir qat paltardan çıxır. Ayaqqabı, paltar, öldük suların altında bizim. İnanmıram, vəbşə su da olmur. Yayda xalq banka bağlayır. Xalq gəvə palaz yumur. Güvənmirik, heç nə eləyə bilmirik biz. Biz oradan buradan su daşıyırıq. Onunla burada daşıyaq ki, biz bu boyda iş görək. 7 ildir uca. 7 ildir biz bax belə yolda əziyyət çəkirik. Yerli sakinlər xüsusilə yağışlı havalarda vəziyyətin daha da ağırlaşdığını qeyd edir. Onların sözlərinə görə yol həm piyadalar, həm də nəqliyyat vasitələri üçün keçilməz hala gəlir. Valideynlər uşaqları məktəbə aparmaqda çətinlik çəkdiklərini, sürücülər isə avtomobillərin tez-tez sıradan çıxdığını bildirirlər. Taksi arvad keçə bilmir, toşdum mən. Vallahi gündə başımı tıxamakda xarab olur. Hər şey xarab olur və elə şey olar. Düzələsidir, yolumuz pis vəziyyətdədir. Uşaq məktəbə gedə bilmir, özümüz keçə bilmirik. Hər gün dəmir qapımızı yuyuruq. Dəmir qapıdan öyə dolur palçıq. Sel gəlir öylərə dolur. Elə olmaz ki. Bütün öyün qalı hasudur. Bütün belədir. Yağış yağdı. Bütün qapıya dolur. Eşiyə çıxanmırıq. Bu məliyyatdan mırıq çamırın əlindən. Yayda su görmürük, qışda da belə zulm çəkirik. Problem odur ki, məhlə 7 ildir qazılıb, kanalizasiya çəkildi, trasalar düzəlmişdi, çox gözəl də asfalt qoyulmuşdu. Sonra bu təzədən suyu çəkdilər. Suyu çəkəndən sonra gənə qazdılar. Bax belə və hələ bu şükürdür. Hələ bu şükürdür. O xarki məhlələr vəbşə qazılıb, içəri bütün quyu, yəni hamı valideynlər uşaqlarını qoruyur ki, içinə düşməsin, nəsə bir xata yetirilməsin uşaqlara deyə. Bax, özünüz də görürsünüz, hələ neçə gün düzəməli yağış yağmır, nə gündədir buralar. Marniuli merinin muavini Roin Dekanoidze isə yol problemi ilə bağlı Aktualci xəbər portalına açıqlamasında bildirib ki, hazırda şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yenilənməsi üzrə layihə həyata keçirilir. Layihə başa çatdıqdan sonra zədələnmiş yolların bərpası nəzərdə tutulur.
İçməli su kanalizasiya sistemlərinin yenilənməsi ilə bağlı Marneolidə geniş miqyaslı infrastruktur layihəsi həyata keçirilir. Layihə çərçivəsində bəzi küçələrdə yol örtüyü zədələnib. Marneoli Bələdiyyəsi bu işləri yerinə yetirən tikinti şirkəti ilə razılıq əldə edib. Razılaşmaya əsasən yolların bərpası işlərinin bir hissəsi həmin şirkət tərəfindən, digər hissəsi isə bələdiyyə tərəfindən həyata keçiriləcək. Hazırda tikinti işləri davam edir və layihə yekunlaşmaq üzrədir. Müəyyən narahatlıqlar mövcuddur. Sizinlə razıyam. Ancaq layihənin tamamlanmasından dərhal sonra yol infrastrukturunun bərpasına başlanılacaq. Həm layihəmiz, həm də maliyyə vəsaitimiz hazırdır. Elə dövrlər olub ki, nə resurs, nə də maliyyə imkanları mövcud olub. Lakin hazırda bu imkanlar var və biz bu problemi ən qısa zamanda həll edəcəyik.